Uşaqlar, hər birinizi salamlayıram. Biz bugün 11 yanvar tarixində OTK-nın keçirmiş olduğu sınavdan Azərbaycan dili suallarının izahına baxırıq. Birinci sual. Az çalışıb çox gəlir əldə etmək də mümkündür. Dost 1000 dirsə azdır, düşmən 1 dirsə çoxdur. Miqdar sayı quruluşca düzəltmə sözü izah edir. Burada quruş az sözü say deyil, zərfdir, feilə gəlib, amma çox sözü saydır və quruluşca düzəltmə sözü izah edir. Birinci fikir doğrudur. Zərf təsviflənməyən feilə aiddir. Az çalışaraq çox gəlir getmək. Burada çalışır feili bağlamadır və təsviflənməyən feili doğrudur. 2 də doğrudur. İsmin xüsusiyyətini daşıyan say işləmişdir. Bu yanlış fikir. Çünki 1-də ismin xüsusiyyətini daşıyan say yoxdur. Həmçinin 2-də də. Deməli, yəni bu ortaq fikir kimi verilə bilməz. Üçüncü şəxsin təkinin xəbər şəklində qəbul etmiş saylar var. Mindirsə, azdır, birdir, çoxdur. Bu doğru fikirdir. Yalnız qeyri-müəyyən miqdar say. Axı birdir burada müəyyən miqdar saydır. Ona görə bu da yanlışdır. 1, 2, 4 bizim cavabımız nədir? Bizim cavabımız birinci sualda Y variantıdır. 2. Hansı sözdə israf sözünün antonimi verilməmişdir? Yəni, israf sözünün antonimi İsraf sözünün antonimi işlənməmişdir. İsraf sözünün antonimi nə olar? Qənaət olar da. Qənaət. Qənaət sözü burada var, burada var, burada var, burada var. Ada da var, amma israf nədir? İsim. Qənaət etmək nədir? Feil. Ol, et, bil. Artıq antonimlik üçün bizə nə lazımdır? Əsas şərt lazımdır ki, nitq hissənin eyniliyi. Burada isə nitq hissənin biri isim, biri feil olduğu üçün antonimliyi yaratmayıb. İkinci suala cavabımız A variantı. 3. Tərz hərəkət zərflərini müəyyən edin. Burada günorta zaman zərfidir. Burada qorxaraq feili bağlamadır. Dayanmadan feili bağlamadır. Ora yer zərfidir. Bizdən tərz hərəkəti sürətlə yavaş-yavaş tək başına cavabımız A variantıdır. Quruluşca eyni növdə olan sözlər sırasını müəyyən edin. Narazı düzəltmə, gülə-gülə mürəkkəb. Kitablar sadə, dəftərçə düzəltmə. Zəhmətkeş fəallıq düzəltmə bu ilki mürəkkəb. Yaralı düzəltmə, oxutdu düzəltmə birinci düzəltmə cavabının D variantıdır. Y variantı nə olmur? Bunlar mürəkkəb, bu isə düzəltmə olduğu üçün olmur. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Əvəzlikdən sonra vergüldən düzgün istifadə edilmişdir. O şagirdlərin ən sevimli müəllimidir. Müəllimidir kim? O. Bəli, doğrudur. Kim sualına cavab verir və vergüldə düzgün qoymuşdur. Bu heç kimə fayda verməyəcək. Heç kim nədir? Qeyri-müəyyən əvəzlik. Demişik ki, o budan sonra qeyri-müəyyən ümumiyyətlə əvəzlik girərsə vergül olmaz. Bu yanlışdır, düzgün deyil. Bu gəncliyimdən qalmış ən gözəl xatirədir. Xatirədir nə? Bu. Burada doğrudur, götürürsən. Burada isə düzgün istifadə edilməmişi götürməliyik. O mənə, yenə də, o budan sonra əvəzlik gəldi. Mən şəxs əvəzlik. Deməli, vergül düzgün istifadə edilməyib. Edilmədiyi üçün ödəyir. Bu qarşımdakı ən böyük maneədir. Nə? Bu, burada doğrudur, burada da doğrudur. Bizə 1, 3 və 4 D variantı bizim cavabımızdır. Cədvəldə cümlədəki feillə bağlı uyğun fikirləri müəyyən edin. Bakının ecazkar mənzərəsi turistləri heyrətləndirirdi. Bizim feillə bağlı. Heyrət sözün kökü, heyrətlənmək, heyrətləndirmək, heyrətləndirir idi. İndiki zamanda təsdiqləri bir doğru fikirdir. Tərkibindəki leksik şəkilçilərin sayı, neçədən leksik var? 2 dənə və 2 dənə də qrammatik var. Qrammatik şəkilçilərin sayından çoxdur, çox deyil. Bərabərdir. 2-ni çıxartdın cavablarından. Sonra 3. İcbar növdədir. Bu yanlışdır. Heyrətləndirirdi. İcbar növdə deyil, məlum növdədir. Köməkçi sözdən istifadə edilməmişdir. Yanlışdır. İdi hissəciyi var burada. Xəbər şəklindədir. Bu da doğru fikirdir. 6-cı sual cavabımız Y variantı. Hansı bəddəki sözlərdə uzun tərəf sonuna sait yoxdur? Maili var, alim var, saat var, bədi var. Şüar və auditoriya sözündə uzun tərəf sonundan sait yoxdur. Bu kitabdakı hekayələri yoldaşlarım da həvəslə oxuyurlar. Cümləsində eyni suala cavab verən sözlər hansı nitqəsinə aiddir? Kitabdakı hansı sualına cavab verir? Hekayələri nəyi? Yoldaşlarım kim? Necə nə tərzdə nə edilə oxuyurlar? Bir də bu kitabdakı hansı kitabdakı? Eyni suala cavab verən bu və kitabdakıdır. Bu işarə əvəzliyidir. Kitabdakı isə dakı deyirik ki, yalnız sifət düzəldir. Deməli, əvəzlik və sifətlə bizim sualımızın cavabı B variantı. Uyğunluğu müəyyən edin. Şəhər sözünün kökü. Dakı leksik, lar qrammatik. Qardaş sözün kökü, qardaşım, mənsubiyyət, dakı leksik. Böyü sözün kökü, çı leksik. Yaxşı sözün kökü, lıq leksik. Çox sözün kökü, çoxu, çoxunun. Bu şəkildə. Nədir? Başlayan sırmada olan söz. Başlayan sırmada olan adı, başlayan sırmada olan bedi, aynen beni yazaq. Başlayan sırmada olan cedi, ceni də yazaq. Başlayan sırmada olmayanda D və Y variantı. Belə bir variant hardadır? B, C, Y, A, D, yox, üzr istəyirəm. 1-ə başlayan sırmada olan sözdür. Başlayan sırmada olan adı, bedi və c'dir.
A, B, C. Belə bir variantımız. Yox, üzr istəyirəm. Burada şəhərdəkilər sözündə qrammatiki daxil eləmişik. Şəhərdəki də buradadır. Bunun başlanğıcı buradır. Başlanğıcda olan deməli B-dir, C-dir. B ilə C bizdə başlanğıc formadadır. Bir həmçinin yaxşılıq sözü. Burada da leksik qrammatik yoxdur. Başlanğıc formada B, C, Y. Başlanğıc formada olmayan şəhərdəki artıq başlanğıcdan çıxıb bir də D. Burada başlanğıc sözü çox sözdür. Başlanğıc çıxıb. B və A və D isə başlanğıc formadan çıxıb. Ona görə cavabımız Y variantıdır. Aha, nəsə gözümüzdən qaçmadı, yox. Şəhərdəki başlanğıcdan çıxıb, başlanğıc formada olan söz bir də olmayana gedir ki, doğrudur. Füzuli əsərləri həmişə yüksək dəyərə layiq görülür cümləsində sözlər haqqındakı yanlış fikri müəyyəndir. Sifət adi dərəcədir, hamısı quruşuna görə sadədir. Zərfin bir məna növü işləmir ki, ismi müxtəlif sözlər var, mənasibə şəkilli söz adlı qaldadır. Baxmağa çalışaq. Füzuli əsərləri həmişə yüksək dəyərə layiq görülür. Füzulinin əsərləri. Burada mənasibə şəkilli söz bu sözdür və Füzulinin əsərləri həmişə yüksək dəyərə layiq görülür. Bəli, mənasibə şəkilli söz adlı qaldadır. Doğrudur. İsmi müxtəlif hallardan olan sözlər var. Bu yiyəlik haldadır. Bu isə adlı qaldadır. Doğrudur. Zərfin mənaca bir növü işlənmişdir. Burada həmişə zaman zərfidir. Doğrudur. Sifət adi dərəcədə yüksək sözü adi dərəcə sözlərin hamısı quruşuna görə sadədir. Burada layiq görülmək var. Ona görə B variantı yanlış fikirdir. Gəldik odunçu və ilan mətnimizə. Eyler-ver diaqramdakı hansı fikirlər yanlışdır? Odun satmaqda varlanır. Odunçu odun satmaqla yox, ilandan qızılı almaqla varlanır. Bir yanlış fikirdir, biri çıxardırıq. İlanla bağlı əhvalatı digər şəxsə, yəni oğluna danışır. 2 doğrudur. İlana süd verir. Hər iki obraz ilana süd verir. Doğrudur. Bizdən yanlış fikirləri istəyir. Üzr istəyirəm. Bizdən yanlış fikirlər istəyir. Odun satmaqla varlanır. Bir yanlışdır. İlanla bağlı əhvalatı digər şəxslə danışır. 2 doğrudur. 2-ni çıxardırsan, 2-ni çıxardırsan, sonra İlana süd verir. 3 doğrudur. Hər ikisi ilana süd verir. Tamahının qarşılığını həyatı ilə ödəməli olur. Oğula aid doğru fikirdir. Atasının tapşırığı ilə qırdığı odunu şəhərdə satır. Xeyr, atasının belə bir tapşırığı yoxdur. 1 və 5 bizim cavabımızdır. 13. Altından xətt çəkilmiş ifadə ilə bağlı hansı fikirlər doğrudur? Altından xətt çəkilmiş ifadəmiz bizim nədir? Özünə gəlmək. Qıvrılan ilan özünə gəlir. Özünə gəlmək hansı mənalardır? Məcazi mənada işlənib, həqiqi mənada deyil. 3'ü çıxdıq, 3'ü çıxdıq və halı yaxşılaşır, özünə gəlmək halı yaxşılaşır mənasında da bu da doğrudur. Rahatlaşır deməkdir, bu da doğrudur. 1, 2, 4 bizim cavabımızdır. O da D variantındadır. 14. Mətndə nəyin səbəbini müəyyən etmək mümkündür? İlanın dilini çıxartması səbəbi məlumdur. Susuzluqdan dilini çıxartmışdır. Odunçunun kasıb olmanın səbəbi bilinmir. Odunçu peşəsini seçməyinin səbəbi bilinmir. Odunçunun meşəyə getməsinin səbəbi odun qırmaq üçün getmişdi. Baltadan istifadə edilməsinin səbəbi baltan istifadə edilməsi səbəbi də oğlan istifadə edir ki, ilanı öldürsün. 1 və 4, 1, 4, 5 bizim cavabımızdır. 15. Mətn əsasən doğru fikirlərdir. Odunçunun mərhəməti onun varlanmasına səbəb olur. Bu doğru fikirdir. Çünki ilana yazığı gəlir, mərhəmət edir, ona su verir. Oğlanın ehtiyatsızlıq. Ehtiyatsızlıq məsələsi deyildi. O qəsdən vurmuşdur. 2-ni çıxardırıq. Odunçu ilandan qisas almaq üçün onunla dostluğa davam etmək istəyir. Yanlışdır. Oğlan atasının tapşırığına əsasən ilanla süd qızıl mübadiləsi edir. Doğrudur. 1 və 4 bizim cavabımızdır. Daha sonra 16. Mətndəki əsas fikirlə səsləşən nümunələri müəyyən edin. Dostluq şüşə kimdir? Sınsa pərpə olunmur. Bəli, bunu ilanın simasına görə bilirik. İlan və odunçunun. Və bəzi yaralar sağalmır. Köhnə məsbəti saxlamaq mümkün olur. 1 və 4 C variantı bizim cavabımızdır. 17. Mətndən sizin yanlış fikirlərdir. İlan xəsarət alır. Bəli, xəsarət alır. Bu doğrudur. Yaxşılığa yamanlıq etmir. Yaxşılığa yaxşılıq edir. Bu yanlışdır. Yanlış olduğu üçün götürürük. Çünki bizdən yanlış fikirlər istəyir. Səhvi bağışlamır. Yanlışdır. Dostluq pozma məcbur düzdür. 2 və 3 bizim cavabımızdır. Nöqtələrin yerinə uyğun gələn ifadə ilan ilk dəfə görəndə odunçuda mərhəmət yaranır. Çünki ikinci dəfə görəndə qorxur, amma ilk dəfə görəndə ilanın halına acıyır. Yəni ilana qarşı mərhəmət hissi oyanır. Mətnin əsas hissəsi əsasında 2 bənddən ibarət plan tərtib edin. Odunçu ilə ilanın qarşılaşması və odunçu ilə ilanın mübadiləsi deyə bir plan bəndləri qura bilərik. İlan odunçunun dostluğu hansı dəyərlərin üzərində qurulmuşdur? Onların dostluğu belə deyək, bir-birinə alış-veriş üzərindən qurulmuşdur. Nümunə gətirə bilərik. Daha sonra yaxşılıq, mərhəmət, bu kimi dəyərlərin və yaxud da sədaqətlilik, bu kimi dəyərlərin üzərindən qurulmuşdur yaza bilərsiniz.
Gəldik növbəti mətnə. Deməli, növbəti mətnimizdə 21-ci sual. Mətn əslində doğru fikir hesab etmək olar. Bizim yerdən əvvəl hərflərdən istifadə edilməmişdir. Yanlışdır. Viktor üçün rəqəm sistemi üzrə tarixçi olmuşdur. Xeyr. Rəqəmlər olmasaydı əlifba da olmazdı. Bəli, əlifba xeyr, yanlışdır. Rəqəmlər əl əysinə olmalıdır. Əlifba olmasaydı rəqəmlər də yaranmazdı. Bu yanlışdır. Qədim zamanlardan hər xalq öz əlifba sistemini yaratmışdır. Bəli, bunu doğru fikir hesab edə bilərik. Yazının müxtəlif tipləri olmuşdur. Bu da yanlışdır. 21-ci sualda cavabımız D variantıdır. 22. Müqayisə cədvəlindəki hansı fikirlər yanlışdır? Rəqəmlər, hərflər müəyyən müddət hərf vəzifəsini də yerinə yetirmişdir. Rəqəmlər xeyr. Əksinə hərflər rəqəmlər vəzifəsini yerinə yetirmişdir. Bir yanlışdır. Slavyanlar onlardan rəqəm kimi istifadə etsə üstünə xətlər qoymuşdur. Düzdür. İnkişaf tarixi rəqəmlərin tarixi ilə bağlıdır. Yanlışdır. 3 yanlışdır. Bizdə nə yanlış? İnsanlar yaratmışlar. İşarələrdən ibarətdir. Hər ikisi doğrudur. 1 və 3 22-ci sualda A variantıdır. 23. Mətndən belə nəticə çıxarmaq olmaz. Rəqəm sisteminin formalaşması yalnız bir xalqla bağlı deyil. Bu doğrudur. Bir çox sahələrin inkişafı yazı və rəqəmlərin inkişafına bağlıdır. Doğrudur. Qədimdə rəqəmlərə tələbat hərflərdən daha çox olmuşdur. Bu yanlışdır təbii ki. 22 sualda C-dir. 24. Bir çox elmlərin inkişafında yaranan problemlərin səbəbi nə idi? Bir sıra əlifba sistemindən bir çox xalqların istifadə etməsi, hərflərin rəqəm vəzifəsində yerinə yetirməsi problem 2 idi. Çünki rəqəm yox idi. Xüsusi rəqəm işarəsinin müəyyən dövrə kimi formalaşmaması, bəli, bu da problem idi. 2 və 3 C variantı. 25. Çərçivədə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğun işlədilmişdir? Çərçivədə verilmiş söz, lakin bu hal yazını ağırlaşdırır. Yazını ağırlaşdırır. Burada da işin gedişini ağırlaşdırır. Məcazi mənada, burada da məcazi mənada işlənib D variantı bizim cavabımızdır. Nöqtələrin yerinə uyğun ifadə müəyyən edin. Əlifba məydəmində müstəsna xüsusi rolu olan finikiyalılar idi təbii ki, D variantı. Əvvəlində işlə qoymuş abzasların yeri dəyişdirilərsə nə baş verər? Burada deyir ki, Yunanlar, Finikalılar bizim yerdən rəqəm əvəz etsinlər. Bundan sonra Yunanlar rəqəm sistemi yaratdılar. Sonra deyir Yunanların əlifba rəqəm sistemi. Deməli, bu abzasının əvvəldə olması daha uyğun idi. Uyğunluq bərpa olunar. Burada da fişlərin ardıcılığı bərpa olunar. B variantı bizim cavabımızdır. Üzərində rəqəməsi hansı ifadələr məcazi mənadadır? Məcazi mənada olan tarixi ilə bağlıdır 1 və meydana çıxarılmışdır 2 bağlıdır. Burada istifadə etmək məcazi deyil, hesab olunmaq məcazi deyil. 1 və 2 bizim cavabımızdır, o da Y variantıdır. Müəyyən bir kəşfdən bəşəriyyət faydalana bilər. Deyiminin mətni istifadə etməklə əsaslandırın. Bəli, burada məsələn yazının və yaxud da rəqəmin kəşfi ilə bütün bəşəriyyət faydalanaraq yeni kəşflər irəli sürürdü və yaxud da hərfin kəşf edilməsi ilə onun təkmilləşdirilməsi ilə rəqəm sistemini yaradırdılar Yunanlar. Bunların simasını görə bilirik. Mətnin nəticə hissəsindəki nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Buna görə də yazda hər rəqəmlə hərfi fərqləndirmək tələbi ciddi şəkildə ortaya çıxmışdır. Belə bir tələb nəticəsində yazda hərfdən fərqli xüsusi məqsədli işarələr geniş yer verdi. Bunlar hərflər idi. Bu şəkildə yaza bilərsiniz. Belə yoldaşlar, sağ olun, salamat qalın.